Xankəndi stadionu. İllər bundan əvvəl biz həmişə bu stadion haqqında eşidəndə, burada keçirilən qanunsuz yarışlar haqqında düşünəndə deyirdik ki, ha vaxtsa o meydan bizim olacaq, qaytaracağıq. İndi orada düzdür, indi bu havada içəri keçməyə icazə vermədilər. Tikinti işləri gedir. Amma gələcəkdə çox gözəl arenalardan biri olacaq. Əlbəttə, İdman Nazirliyinin balansındadır, amma unutmaq lazımdır ki, burada Xankəndi Futbol Klubu əlbəttə ev oyunlarını keçirəcək. Təsəvvür edirsiniz, nə vaxtsa bu meydanda Xankəndi və Qarabağın oyunu, Xankəndi Neftçi oyunu çox maraqlı olacaq. Düzdür, o günlərə çox az qalıb, çünki dediklərinə görə bir neçə aydan sonra bu stadion artıq açılmalıdır və təhvil verilməlidir. Mənə elə gəlir ki, biz hər birimiz çox istərdik ki, ilk oyunlarda bu stadionun azarkeşi olaq və oturub beynəlxalq və yaxud da milli çempionatın oyunlarına diqqətlə baxaq, azarkeşlik edək.